Salam uşaqlar, 2 mart 2025-ci ildə keçirilmiş buraxılış imtahanlarının gəlin Azərbaycan dilinin qrammatika suallarının izahına bir yerdə baxaq. Cümlədə yol verilmiş səhvləri düzəltmək üçün altına xətt çəkilmiş hansı hissələrin cümlənin tərkibindən çıxarmaq lazımdır. Baxırıq ki, burada nə-nələr var. Bilirik ki, nə-nədə inkar bağlayıcısı işlənəndə xəbər nədə olmalıdır? Təsdiqdə olmalıdır. Baxırıq ki, buradakı xəbərimiz isə inkardadır. Deməli, artıq burada bir səhvə yol verilibdir. Ya indi burada nədə çıxmalıdır? Yəni 1 ilə 4. Ya da ki 2 ilə 5-dəki bu inkar şəkilçisi çıxmalıdır ki, bizim deməli cümləmiz qrammatik cəhətdən düz olsun. Ona görə cavabımız nə olacaq? B bəndi olacaq. Sonra nümunələrin birində tərkibində leksik şəkilçi olan isim müstəqil cümlə üzvü deyil. Baxaq, adam əlindəki süpürgəni divara söykədi. Burada leksik şəkilçili isimimiz süpürgə sözüdür. Süpürməkdən, süpürgə leksikdir. Söykədi nəyi? Süpürgəni. Baxırıq ki, bu da tamamlıqdır. Bu müstəqil cümlə üzvüdür. Yoxlamadığı bir fərziyyəni ən yaxın dostlarına belə açıb söyləməzdi. Açıb söyləməzdi. Nəyi? Fərziyyəni. Hansı fərziyyəni yoxlamadığı. Burada da deməli fərz eləmək fərziyyə. Bu da müstəqil görürük ki, cümlə üzvüdür. Çoban yara izini gizlətməyə cəhd edirdi. Cəhd edirdi kim? Çoban. Nəyə cəhd edirdi? Yəni nə üçün cəhd edirdi daha doğrusu? Yara izini gizlətmək üçün. Burada da bizim məqsəd zərfliyimiz işlənibdir. Məqsəd zərfliyinin tərkibində isə yara sözü var ki, yara sözü də belə təhlil olunur da. Yarmaqdan, yara. Baxırıq ki, burada bizim düzəltmə isimimiz feili birləşmənin aslı tərəfində qalacaq. Yəni, məqsəd zərfli feili birləşmə ilə ifadə olunub. O da məqsəd zərflinin tərkibində qalacaq. Cavabımız olacaq elə C bəndi. Gülşən xeyli fikirləşdikdən sonra stolun sağ tərəfindəki kitabçanı əlinə götürdü. Burada da kitabça sözü var. Deməli, götürdü. Nəyi? Kitabçanı. Bu da görürük ki, tamamlıqdır. Düzəltmə sözümüz tamamlıqdır. Ağakərim ömründə belə gəlincik görməmişdi. Nəyi? Gəlincik. Yenə də burada gəlincik sözü düzəltmədir və tamamlıq mövqeyində çıxış eləyibdir. Sonra 33-ə baxaq. Kim məhsul yığımına kömək eləsə, sədr onun məzuniyyət müddətini artıracaq. Cümləsi haqqındakı fikirlərdən biri səhvdir. Baxırıq ki, bu cümlə tabeli mürəkkəb cümlədir. Burada kim bağlayıcı sözü var. Bir də sa şərt şəkilçisi var. 2 vasitə ilə bağlanıb. Bağlayıcı söz. Bir də sa şərt şəkilçisi. Həmişə diqqət edin bu saya. Bu sa deməli, şərt şəklində şəkilçisi ola bilər, hissəcik də ola bilər. Siz diqqət eləyin, görək burada nədir? Məsələn, baxıram burada kömək eləsə, burada birbaş belə deyək də sözün kökünə artırılıbdır. Yəni, başlanğıc formasının üzərinə artırılıbsa, deməli, təbii ki, o şərt şəklinin şəkilçisidir. Amma E-yə baxın, E-də yazıblar ki, isə köməkçi sözü burada yoxdur. Cavab buna görə elə E-dir. Tərkibində hər iki cümlənin mübtədası var. Deməli, kömək eləsə kim? Burada mübtəda var. Sədr onun məzuniyyət müddətini artıracaq. Kim sədr? Burada da var. Budaq cümlə baş cümlədən əvvəl gəlmiş. Təbii ki, kim sa varsa birinci budaq cümləyə əvvəl gəlir. Belə olur sxem. Sonra baş cümlənin xəbəri feilin xəbər şəkildə ifadə olunmuşdur. Baş cümlə deyəndə bura baxırıq. Artırmaq, artıracaq, bəli. Deməli, burada da acaq var. Xəbər şəklindədir. Baş cümlənin xəbəri feilin xəbəri bunu demişdik. Həm baş həm də budaq cümlədə ikinci dərəcəli üzvlər iştirak etmişdi. Bəli. Burada var nəyə? Məhsul yığımına. Tamamlığımız var. Onun məzuniyyət müddətini artıracaq. Nəyi? Məzuniyyət. Onun məzuniyyət müddətini burada da var tamamlıq. Sonra keçirik 34-ə baxırıq. Uzaqdan gələnlər xəstəyə baş çəkəndən bir neçə saat sonra xidmətçilər atları yəhərlədilər. Kim? Xidmətçilər. Nəyə yəhərlədilər? Atları tamamlıq. Nə zaman? Uzaqdan gələnlər xəstəyə baş çəkəndən bir neçə saat sonra. Bunu da belə bir yerdə götürəcəyik. Zərflik, mübtəda, tamamlıq, xəbər olacaq. Zərflik, mübtəda, tamamlıq, xəbər olacaq. Cavab E bəndə olacaq. Hansı cərgədəki hər iki sözdə eyni hərf buraxılmışdı? Burada deməli favorit olur. Burada pianino olur. Fərqli hərflərdir.
Burada olur fanatizm, burada A olur. Burada da mavzoley olur. Dağ üstü T, cömert D olur. Çamadan A olur. Filarmoniya bu da A olur. Pro prototip olur. Metafor olur. Burada da A olur. Cavabımız oldu B bəndi. Sonra keçək 36-ya baxaq. Doğrudan da nə böyük? Bura baxaq birinci bu testlərdən gedək, variantlardan. Nümunəyə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Düzəltmə sifətlərdən birinin kökü feil homonimdir. Burada düzəltmə sifətimiz hansıdır? Burada bizim düzəltmə sifətimiz böyük sözü var. Düzəltmə sifətlərdən birinin kökü feil homonimdir. Böyük sözü elə özü feildir. Bu feillə homonim deyil. Bu fikir səhv fikirdir. Həmin dəqiqə biri cavablardan çıxardırıq. Tərz hərəkət zərfləri təsriflənməyən feilə aiddir. Tərz hərəkət zərfimiz də hansıdır? Doğrudan da nə böyük təmtəraqla, cəlalla qurulmuş burada təbiət. Bu qurulmuş sözü burada təsriflənməyən deyil. Bu qurulmuşdur da. Bu buradakı muş nəql keçmiş zaman şəkilçisidir. Bu da təmtəraqla qurulmuşdur. Zərfliyimiz bizim tərz hərəkət zərfimiz feillə əlaqəlidir. Yəni təsriflənməyən feil yox, təsriflənən feillə əlaqəlidir. Ona görə bu fikir də səhvdir. Deməli 2 ilə cavabdan çıxsaq qalacaq cavabımız 3, 4, 5. Baxaq, həm əvəzlik, həm də əvəzliklə homonim olan ədat işlənmişdir. Deyir, həm əvəzlik işlənibdir, həm də əvəzliklə homonim olan nə işlənibdir? Ədat işlənib. Doğrudan da nə böyük bir burada nə böyük? Bu ədatdır, əvəzliklə homonimdir. Baxaq görə əvəzliyimiz də varmı burada? Bəli, əvəzliyimiz də var bu sözü. Keçək yanlışa. Təsriflənməyən feil məhsul növdədir. Burada təsriflənməyən feilimiz hansıdır? Təbiət qurulmuşda, yəni təbiəti kim quracaq ki? Təbiət öz-özünə qurular da, elə deyil. Deməli 4 yanlışdır. İsimlər adlıq və yerlik hallarda işlənmişdir. Deyir, isimlər adlıq və yerlik hallarda işlənmişdir. Baxaq burada isimlərimizə. Doğrudan da nə böyük bir təmtəraqla, cəlalla qurulmuş burada təbiət. Məsələn, bu adlıq haldadır. Burada da yerlik deyil. Mən burada yerlik halda olan isim görmürəm. Ona görə bu da səhvdir. Deyir, isimlər adlıq və yerlik hallarda. Yerlik halda olan isimimiz hansıdır? Sənət bu da adlıqdır. Deməli, burada yerlik halda olan, burada sözün yəqin veribdir. Burada sözü çaşdırmasın. Bura sözü ümumiyyətlə yer zərfli idi, axı isim deyil. Ona görə cavabımız oldu 3, 4, 5. Sonra keçək bu tərəfə. 37-yə baxaq. Nümunələrdə işlənmiş xitablara əsasən cədvəldən uyğun fikirləri müəyyən edin. Xitabımız burada gözəl dost var. Burada da dostum var. Dostum, qardaşım. Burada 2 xitabımız var. İndi baxaq, söz birləşməsi ifadə olunmuşdur. 3 bucaqdakı gözəl dost. Bəli, gözəl dost baxırıq ki, söz birləşməsi ilə ifadə olunub. Bu fikir düz fikirdir. Xəbərlik tabeliyə xəbərlə tabe ümumiyyətlə xitab necə xəbərlə əlaqəyə girə bilər ki? Xitab xəbərlə əlaqə, cümlə üzvlərlə əlaqəyə girə bilməz axı sintaktik əlaqəyə. Bu fikir səhvdir. Həmin dəqiqə 2-ləri cavablardan çıxırıq. 3-ləri yadımızda, daha doğrusu 1-ləri yadımızda saxlayaq. Baxırıq ki, elə bir dənə burada var. Deməli, cavabımız 1, 4 olacaq. Vergül işarəsi olmasa mübtəda kimi də düşünmək mümkündür. Deyir ki, gözəl dost dinləsin, qoy məni aləm. Deməli, burada necə, deməli, bax, vergülləri deyək ki, silək buradan. Buradan vergül silək. Daha doğrusu birinci cümlədən vergül silək. Gözəl dost. Burada bunu silək deyək ki, olmasın burada vergül. Dinləsin, qoy məni aləm. Deyir ki, nə etsin, dinləsin. Deməli, burada mübtəda aləm olar, axı yenə də bu mübtəda olmaz. Ona görə bu fikirdə səhv fikirdir. Nitq hissəsi ilə ifadə olunmuşdur. Keçək bu tərəfə. Bu hissəyə baxaq. Bəli, nitq hissəsidir dostum, qardaşım. Bu fikir düzgün fikirdir. Deməli, 1-i buradan götürmüşdük. Buradan da 4-ü götürürük. Cavabımız olur D bəndi. Xitab ona qoşulmuş nida ilə birlikdə müraciət bildirir. Of nidası müraciət nidası deyil axı. Of nidası məsələn deyək ki, burada sevinç mənasındadır. Bir də təəssüf mənasında ola bilər, amma çağırış olmur. Çağırış nidaları bilirik ki, eydi, aydı, eheydi, adı, bunlardır da. Yəni ona görə 5-ci fikir də səhvdir. Xitaba aid təyin işlənmişdir. Xitaba aiddir, təyin işlənmişdir. Xitaba aid təyin necə işlənsin? Burada dostum, qardaşım, xoş buyurmusan. Yəni buradakı
Bu dostum sözü, bu qardaşım sözü özü mübtədadır ki, onu təyin olsun. Xitabın özünü necə təyin ola bilər ki, elə deyil uşaqlar. Ona görə 6-da səhv fikirdir. Sonra keçək, deməli 38-ə. Hansı cümlədə mübtəda vəzifəsində olan o bu əvəzlərindən sonra vergül düzgün qoyulmayıb? Bu anamdan qalan yeganə nişanədir. Nişanədir nə bu? Bundan sonra da baxırıq ki, isim gəlibdir. Bu da mübtədadır. Bəli, bu da düzgün qoyulubdur. Biri cavablardan çıxırıq həmin dəqiqə. Bu hər kəsin marağını ifadə edir. İfadə edir nə bu? Bu düzdür. Burada mübtəda mövqeyində çıxış etsə də hər kəs əvəzlikdir. Özündən sonra hər kəs əvəzlik gələrsə vergül qoyulmaz. Deməli cavablarımızın birinin içərisində 2 olacaq. Demə bu dostumdur, o düşmənimdir. Dostumdur, kim bu? Düşmənimdir, kim o? Burada da bu ilə o mübtəda mövqeyində də özündən sonra da isimlər gəlibdir. Ona görə burada düz qoyulubdur. Bu göyərçinlərin xatirələrimizi oyadan səsidir. Nədir səsidir? Nə bu? Burada da özündən sonra isim gəlibdir. Təbii ki, qoyulmalıdır. Bu düzdür. Deməli, bu da getdi. Cavabımız 2-6 olacaq. O ağıllı adamlarla dostluq edir. Kim o? Özündən sonra da sifət gəlibdir, qoyular. O heç yaşlı meşəni belə təsəvvür etmirdi. Burada isə ədat gəlibdir, qoyulmaz. Deməli, cavabımız oldu. 2 ilə 6 C bəndi. 39-a baxaq. Uyğunluğu deyir, müəyyən edin. Feili bağlama, tərkib işlənən cümlə, feili sifət, məsdər tərkib işlənən. Baxaq, dağlar aşan seləm mən. Bu ümumiyyətlə gəlin inversiyanı düzəldək. Burada görürsünüz inversiya var. Mən dağlar aşan seləm. Nəyəm? Seləm. Daha doğrusu burada mən nə idi uşaqlar? Mübtədadır. Seləm nədir? Xəbərdir. Necə nə cür seləm? Dağlar aşan. Dağlar aşan. Deməli, bu dağlar aşan burada. Necə nə cür seləm dağlar aşan? Bu bizim təyinimizdir. Təyin də nə ilə ifadə olunur? Feili sifət tərkibi ilə. Bunu yazarıq A. 2A yazarıq. Baxaq görək hansılarda 2A var. Burada yoxdur, bu getdi. Burada yoxdur, getdi. Burada yoxdur, getdi. Qaldı cavabımız A ilə C. Baxaq görək 2-yə E gedər, yoxsa getməz. Azadlığın yolunda ölmək bizə şərəfdir. Nədir şərəfdir? Nə? Azadlığın yolunda ölmək. Burada isə məsdər tərkibi var. Yəni biz 2-yə E-ni yaza bilmərik. E-ni hara yazacağıq? E-ni 3-ə yazacağıq. Deməli, burada artıq bizim C-miz də getdi, E-miz də getdi. Cavabımız olacaq nə? A bəndi olacaq uşaqlar cavabımız. Gəlin indi A-ya baxaq. Hə, baxaq 2-yə A yazdıq, 3-ə E yazdıq. Baxaq görək indi 3-ə D də yazarıqmı? Bu bayrağı ucaltmaq işi deyil hər kəsin. Deməli, belə olar da hər kəsin, deməli, bu bayrağı ucaltmaq hər kəsin işi deyil. Hər kəsin işi deyil. Nə? Bu bayrağı ucaltmaq. Fikir veririk ki, bu da məsdər tərkibidir. Deməli, bunu da bura yazarıq. Sonra vida deyib elimə, yolu aldım əlimə. Deməli, elimə vida deyərək yolu əlimə aldım. Deməli, yolu əlimə aldım. Necə nə cür nə tərzdə vida, elimə vida deyərək, bax bu hissə, bu hissə. Bu hissə olur feili bağlama tərkibi. Yəni, bunu da yazırıq. C-ni yazırıq 1-ə. Sonra baxaq görək. B-ni demişdik bayaqlarım. Sonra, yox, B-ni deməmişik. A-nı demişik. B-yə baxaq yenə də. Uzun yollar keçərək gəldim anam. Görüşək. Nə edək? Görüşək. Nə edək? Nə etdim? Gəldim. Necə nə cür nə tərzdə uzun yollar keçərək. Bu da nədir? Bu da feili bağlama tərkibidir. Cavabımız oldu A bəndi. Frazoloji birləşmələrdən biri mənaca başdan çıxarmaq birləşməsinə sinonimdir. Təbii ki, burada ağlını əlindən almaq olacaq. Ağlını başına yığmaq ağıllanmaqdır. Baş beyinə aparmaq bezdirməkdir kimisə. Canına ayaq kimi yayılma ləzzət eləməkdir. Burun ucunu göynəmək isə darıxmaq mənasındadır.